74-cü suala baxırıq. Müqayisə cədvəlinə əsasən hansı fikirlərin yeri dəyişsə, uyğunluq bərpa olunar? Uyğunluğu tapmalıyıq. Sığmazam və məni candan usandırdı. Məktəb beytində lirik qəhrəmanın özünə müraciət etməmişdir. Bu, hər ikisinə aiddir. Çünki sığmazamda, gerçi bugün Nəsimiyəm deyir, xəbər kimi işlənib, xitab kimi yox. Məni candan usandırdı da Füzuli Rindü Şeydadır, mübtəda kimi işlənib, xitab kimi yox. Ona görə bir səhvdir, belə yalnız bir üçün səhvdir, bir ortaqda olmalıdır. İkiyə baxırıq. Həm dünyəvi, həm də sufiyanə məhəbbət var. Burada məhəbbət Sığmazam qəzəlinə aid deyil, çünki mən Sığmazam təriqət şeiridir və bu məni candan usandırdıya aiddir. Deməli, 2 səhvdir, 1 də səhvdir. 3, bütün beytləri bədii sualla bitir, bu düzgündür. Məni candan usandırdı qəzəli üçün. Deməli, 3 bizə lazım deyil, dəyişməyəcək yeri. 4, lirik qəhrəman öz mövqeyini çəkinmədən ifadə edir. Bu, deməli, məni candan usandırdı üçün yox, Sığmazam üçün doğrudur. Ona görə 4 1-ə keçməlidir. 5, rədif işlənmişdir. Məni candan usandırdı da rədif yoxdur deyə 5 ortaq ola bilməz və 5 1-ə aiddir. Əruz vəzində qəzəl janrına yazıb, bu hər ikisinə aiddir deyə bu ortaq cəhət düzdür və 6 bizə lazım deyil. İndi biz necə işləyirik cavablarına vaxt itirməmək üçün? Birinci, düz olanlar bizə lazım deyil, dəyişməyəcək onların yeri. Harada 3 və 6 var, onu kənarlaşdıracağıq. A variantında 3 var, A gedir. Sonra D variantında 3 var, D gedir. E variantında 6 var, E gedir. Seçimimiz B və C arasındadır. 5, deməli, yoxsa 4, 1 ilə 4, yoxsa 5 yerini dəyişməlidir, buna baxacaq. 1, 5, 1, 4, bu 1, 4 düzdür, 2-yə baxırıq. 2, 4, 2, 5. 5 ortaq ola bilməz, daha doğrusu 2 ortaq ola bilməz, çünki 2 ancaq məni candan usandırdıya aiddir. Ona görə 2-yə görə C variantı kənarlaşacaq və düzgün cavabımız qalacaq B variantı. 1 ilə 5-in yeri dəyişməlidir, 2 ilə də 4-ün yeri dəyişməlidir.